Biz imtahan yarat bölməmizdə bizdə imtahan yaradırıq. İmtahan yaradarkən üzərinə klikləyirik. İmtahanın adını məntiq qoyuruq. Məntiq qoyuruq. Təsvirə nə istəsəz yaza bilərsiniz. Növünə onlayn video yazılır qalsın. Müddəti nə qədər az qoysanız o qədər yaxşıdır. Çünki çox olanda yəni istifadəçilər kənardan dəstək ala bilərlər. Baxmayaraq ki, biz video qeydiyyatı alırıq onları. Burada digər məlumatlar öz əksini tapır. Burada da suallarımız var bizim, toplu suallarımız. Hansı sualların bu imtahanda olmağını istəyirik? Mesela mən bunu istəyirəm, bunu istəyirəm, bunu. Bu imtahanlardan 10 dənə sual hazırlayıram və 10 sualın bu imtahanda olmağını istəyirəm. Adını qoyuram məntiq 2 və imtahanı yaradıram. İmtahan yaradılandan sonra artıq biz onu artıq vakansiya yarat bölməmizdə imtahan əlavə et bölməmizdə görə bilərik. Məntiq 2. Buradan seçirik və buna ortalama bal əlavə edirik. 10 bal keçsə, okey. Keçid balı təyin edirik və imtahan təyin edə bilirik. Həmən vakansiyada əgər CV mərhələsindən keçirsə istifadəçi imtahan təyin olur. İmtahan mərhələsindən keçir, artıq o zaman müsahibə mərhələsinə dəvət olunur.